Salam əziz abituriyentlər, bugün sizinlə blok imtahanına həm də müəllimlərin sertifikasiya imtahanına düşə biləcək bir neçə sualın izahı ilə tanış olaq. Keçək sualların izahına. İlk sualımızda deyirik ki, M parametrinin hansı qiymətində fx bərabərdir mx plus 9 bölünsün 4x plus m sabit funksiya olar. Əvvəlcə yadımıza salırıq ki, sabit funksiyamız y bərabərdir 5, 3 və s. şəklində olan funksiyalardır. Yəni, sabit bir ədədə bərabər olması lazımdır. İndi biz kəsirimizi yadımıza salaq ki, məsələn, y bərabərdir, fərz edək ki, 3x üstəgəl 1 bölünsün 3x üstəgəl 1. Buradan alırıq ki, ixtisarımızı apararkən 1 alınır. Və yaxud da ki, y bərabərdir, deyirəm ki, 6x üzərinə gəl 2 bölünsün 3x üzərinə gəl 1. Sürətdən vuruq olaraq biz 2-ni çıxarsaq, 3x üstəgəl 1 bölünsün, məxrəcdə 3x üstəgəl 1. Burada 3x üstəgəl 1-ləri ixtisar etsək, bərabərdir 2. Yenə nə alırıq? Sabit funksiya alırıq. İki misalın şərtindən görürük ki, sabit funksiya olması üçün, yəni birinci tərəfdə baxın, x-in qarşısı 6-nın, məxrəcdəki x-in qarşısı 3 olan nisbəti 2-ni verir. Sərbəst hədlərimiz 1-in, digər sərbəst həddimiz isə 2-dir. 2-nin də 1-ə nisbəti yenə də 2-ni verir. Onda biz belə başa düşürük ki, verilmiş funksiyamızda, yəni fx bərabərdir, demək, mx üstəgəl 9 bölünsün 4x üstəgəl m funksiyasında da m-in 4-ə olan nisbəti bərabər olması lazımdır 9-un m-ə olan nisbətinə. Buradan tənasib kimi həll etsək, m kvadratı bərabərdir 36 alarıq, m bərabərdir plus minus 6-ya. Bizdə şərtdə deyirik ki, hansı müsbət qiymətində dediyi üçün m bərabərli nəyi götürürük? 6-nı götürürük ki, bu da bizim misalımızın doğru cavabı olur. Keçək növbəti sualımıza. Növbəti sualımızda bizə deyirik ki, verilmiş funksiyanın qiymətlər çoxluğunu təyin edin. Gəlin əziz abituriyentlər, biz bu sualı yazaq. Y bərabərdir, kök altında mənfi, demək, tangens x çıxaq 6-nın kvadratı üstə gəlsin 49 şəklində yaza bilərik. Mötərizəni açsaq, demək, mənfi tangens kvadratı x, mənfiyə vursaq, demək, plus 12 tangens x, plus 36 qarşıdakı mənfiyə vursaq, mənfi 36 üstə gəl 49, cəmdə bizə nə verir? 13 verir. Demək, ifadəmizi doğru yazmışıq. Onda biz görürük ki, kök altındakı tangens x çıxaq 6 kvadratı olan ifadə, yəni 0-a bərabər ola bilər. Bu halda alanlar y bərabərdir, kök altında 49. Buradan nə alarıq? 7 alarıq. Kök altı funksiya 0-dan böyük olar. 0-dan demək, ən böyük qiymətimiz 7-yə qədər. Demək, qiymətlər çoxluğumuz, yəni funksiyamızın y, y-i 0-7 arasında dəyişəcək. Keçək növbəti sualımızı. Bu sualda deyilir ki, bizə, demək, sinüs 3 alfa bölünsün sinüs alfa, üzərinə gəl kosinüs 3 alfa bölünsün kosinüs alfa bərabərdir 1 olarsa, kosinüs kvadrat alfanı təyin edin. Əvvəlcə onları ortaq məxrəcə gətirsək, demək, sinüs alfa vurulsun kosinüs alfada, sinüs 3 alfa vurulsun kosinüs alfa, üzərinə gəl kosinüs 3 alfa vurulsun sinüs alfa şəklində yazıb, bərabərdir 1 deyə bilərik. Daha sonra nə edək? Demək, sürətdən biz sinus cəmini yazsaq, demək, sinus 3 alfa üzərinə gəl alfa, məxrəci olduğu kimi saxlayaq, sinus alfa vuraq, kosinus alfa bərabərdir 1. Daha sonra biz yaza bilərik ki, buradan sürətdə alınacaq 2 sinus 4 alfa, məxrəcimiz alınacaq sinus 2 alfa şəklində yaza bilərik, bərabərdir 1. Sürəti yenə sinus 2 alfa düsturuna görə açsaq, yaza bilərik ki, 4 sinus 2 alfa, kosinus 2 alfa, məxrəcdə sinus 2 alfa ifadəsi var, bərabərdir 1-ə. Buradan ixtisarımızı aparsaq, sinus 2 alfalar ixtisar olunsa, biz buradan alırıq ki, 4 kosinus 2 alfa bərabərdir 1-ə, yəni kosinus 2 alfamız bərabərdir 4-də 1-ə. İndi bizə kosinus kvadratı alfa təyin edilməsi lazımdır. Biz kosinus kvadratı alfanın düsturunu bilirik ki, 1 plus kosinus 2 alfa bölünsün nədir? 2-dir. Buradan kosinus 2 alfanın qiymətini yerinə qoysaq, 1 plus 4-də 1 bölünsün 2 yaza bilərik. Bu da bizə verəcək 4-də 5 bölünsün 2-yə, yəni 8-də 5. Demək, ifadəmizin qiyməti 8-də 5-ə bərabərdir. Növbəti sualda tərs funksiyaya aid bir sualdır. Əslində bu tərs funksiyaya aid sualları bir neçə üsulla həll etmək olar.
Əvvəlcə birinci qaydanı tətbiq etsək, demək, sinus arc kosinus 5/3 qiymətini hesablamaq lazımdır. Bunun üçün yaza bilərik, bərabərdir. Demək, kök altında 1 çıxaq kosinus kvadratı yaza bilərik. Arc kosinus 5/3 qiymətini. Buradan qiyməti yerinə qoysaq, kök altında 1 çıxaq 5/3-ün kvadratı ifadəsi alınacaq. Bu da bizə verəcək kök altında demək 25/16-nı, o da verəcək mənə nəyi? 5/4 qiymətini verəcək. Digər üsullardan istifadə edə bilərik. Təbii ki, burada üçbucaq qaydasını tətbiq etmək olar. Üçbucaq qaydasına görə, məsələn, belə deyək, alfamız olsun burada, alfanı yazıram. Bura bir 3K yazsam, bura 4K yazsam, Pifaqora görə bu da 5K olmalıdır. Biz bilirik ki, kosinus alfa bərabərdir. Yəni, verilmiş bucağa bitişik katetin 3K-nın hipotenuza olan nisbəti 5K-ya olan nisbəti, bu olur bizdə 5/3. İndi bizdə sinusu təyin etmək lazımdır. Sinus alfamız da demək nəyə bərabərdir? Qarşı katetin 4K-nın hipotenuza olan nisbəti 5K-ya olan nisbəti bərabərdir, nə alındı? 5/4 alındı. Növbəti başqa bir üsuldan da əslində istifadə etmək olar ki, burada biz bilirik ki, demək düsturumuz var ki, sinus arc kosinus ifadəsi olarsa, bərabərdir kök altında 1 minus a kvadratı düsturundan da istifadə edə bilərik. Bu ifadədə onda yaza bilərik ki, sinus demək arc kosinus 5/3 ifadəsini biz yaza bilərik. Kök altında 1 çıxaq 5/3-ün kvadratı. Bu da bizə verəcək kök altında 25/16. O da bərabərdir 5/4. Yəni, 3 qaydadan istifadə edib biz bu misalın həllini 5/4 olduğunu aldıq. Keçək növbəti sualımıza. Növbəti sualımızda bizə deyir ki, tənliyini həll edin. Bu tənliyi həll etmək üçün əvvəlcə gəlin hər iki tərəfi kökdə 2-yə bölək. Onda olacaq 1 bölünsün, demək, hər tərəfi kökdə 2-yə bölsək, kökdə 2 sinus x üzərinə gəl 1 bölünsün, kökdə 2 kosinus x bərabərdir. Bir şəklində bir tənliyi aldıq. Əslində 1 bölünsün kökdə 2 bizə nə verir? Demək, kökdə 2 bölünsün 2 deməkdir. Sinus x üzərinə gəl, kök 2 bölünsün 2 kosinus x bərabərdir. 1 yaza bilərik ki, biz bilirik ki, kök 2 bölünsün 2-nin yerinə biz yaza bilərik burada sinus pi bölünsün 4, daha doğrusu sinus pi bölünsün 4, sinus x üzərinə gəl, kosinus pi bölünsün 4, demək kosinus x bərabərdir bir şəklində yaza bilərik. Bu düstur sinus alfa sinus beta, kosinus alfa, kosinus beta bizə verir. Demək, kosinus alfa çıx betanı, yəni x çıxaq pi bölünsün 4 ifadəsini verir. Bərabərdir 1-ə. Biz 1-ə bərabər olan halın xüsusi hal olduğunu bilirik və x minus pi bölünsün 4-ün bərabərdir 2 pi k olduğunu bilirik və pi bölünsün 4-ü sağ tərəfə keçirsək, buradan alırıq ki, x bərabərdir pi bölünsün 4 üstə gəl 2 pi k-ya. Buradan da təbii ki, k daxildir z-ə. Verilmiş tənliyimizin həlli pi bölünsün 4 plus 2 pi k olduğunu alırıq.